Hər birinizə salam dostlar, neynəsiz, neynəmişsiniz bu günləri, həftənin ikinci günüdür. Bu kart asılımını çəkirəm. Siz bu videonu bu həftənin bazar günü izləyəcəksiniz. Bax, bir kutu Çempionlar Liqası açılır. Elə ikinci gündən etibarən Çempionlar Liqasının kartları, Çempionlar Liqasının oyunları var. Paketdə üstündə belə görürsünüz, Mbappe. Bir kənana qoyaq. Dursun var burada. Düşür söyləmək. 30 dənə top asırıq. Top 100. Arkasını göstərək. Və ilk kartdan biz Sevilla'dan Yusuf En-Nesyri 11,6 milyon dəyər. Tam göstərək. Şu Mərakeş. Evet. Sevilla 1 puan aldı. Lautaro Martinez 10,2 milyon qəşəng. Kaçmıyor. Oh. Yusuf En-Nesyri birinci ilə getdi. Inter. Real Madrid Kylian Mbappe 16,8 milyon. Bu nədir ki sən lan ben? Mahal deyib bunun dəyəri bu qədər deyil. Yəni ki 160 milyon. Yox ha. Neyse. Erling Haaland Forvet Manchester City. Arkadaşlar güclərinə görə hələ ki güclü futbolçu yoxdur. 271, 268, 275 gücündə bir futbolçu gəlib və birinci yerin qalibi Erling Haaland 284 gücündə. Bunu keçən var mı acaba? Hani ki bax lider budur. Birinci yer budur, ikinci yerdə Mbappe'nin kartı gəlir. Üstdəki Yusuf En-Nesyri. Jamal Musiala 277. Evet. Jamal Musiala ikinci yerə keçir. Nico Scholtberg ikinci yerə keçdi. 277 200. 230 Luka Shaw. Bu kart səhv etmirəmsə bizə çıxmışdı. En az yerlərə keçiş edən kartlardan biri. Jude Bellingham 273. Real Madrid artıq hesabatda. Yəni belə qoyaq da üst-üstə klub olaraq qoyaq. Real Madrid 2 kart. United, Borussia Dortmund, City. Hərəsindən bir kart. Hələ ki Real Madrid qabaq keçir. Manchester City salba 2-2-yə çatdırır. Jack Grealish. 277 güc. Qəşəng. Jack Grealish də qol atır. Daha bir gol Kimmich. Bayern Münih'dən Kimmich. 2-2. Hamı hesabı 2-yə çatdırır uşaqlar. Qəşəng şərtli çıxar hə məndən. Videonun üçüncü 5-6 dəqiqə keçirmişim. Üçüncü dəqiqə. Robin Olsen. Goldberg. Kopenhagen. Lan bu da çıxmışdı bizə. Bakın. Kopenhagen ilk golunu attı deyək. Xabi Alonso Real Sociedad. Real Sociedad. Lan Xabi Alonso'nun kartı məndə olacaq. Mesela alıma gəlməz üçün. Belə. Maalesef bunu saymayacağım. Təkrar. Bunu saymadık. Kaya Havertz. Arsenal 1. O da bunu buraya qoyaq. O Frenkie de Jong. Barcelona ilk golunu atır. Hətta mən sizə bir şey deyim mi? Real Sociedad 2 ilə önə keçir. Javi Lopez. Inter'in ikinci kartı David Klaassen. Arsenal'ın ikinci kartı William Saliba. Arsenal'ın kartını hara qoyaq biz hə. Lamine Yamal Barcelona. Bax bu kartlarda Lamine Yamal'ın gələcəyi sağlama gəlməzdi. O zaman bu gəldiysə bir şey də gəlsin. Adı nə idi? Barcelona kartına qoydum mən. Ha bura. Gəl sarıdıcılar da gəlsin hocam. Muhammed Simakan Leipzig. Bu kartdan 1000 dənə çıxdı. İnan ki bezmişəm də 1000 dənəyiz. Carlos Fernandes Real Sociedad 3-cü qoluna bax belə imza atdı. Turam. Inter'də satılır. Arsenal 3-cü qoluna çatır. Reyn. Barcelona'dan Pedro ilə 3-cü qolu atır Barcelona. 3 də yox. Ha 3. Gomez, Sergio Gomez Real Sociedad 4'e tatır. David Alaba. Evet Real Madrid 3. gol atır. Yine Shaw tekrar. Bellingham tekrar. Jack Grealish tekrar. Kimmich tekrar. Ne daha? Olisen tekrar. Xabi Alonso tekrar.
ve bir Dani Carvajal gol attık. Güzel. Son kartımız 2 tane kart kaldı. Xabi Alonso, Real Sociedad, Bellingham. Belə. Kutu bitti. 50 kartlar çıxdı. Keçək bir təkli paketlərdən bir ataq. Və nələri çıxacaq. Bu seriyadan devam edəcəm. Daha bir də bu son saxlayacağım. Seçmiş başqa bir seriyadan ataq. Dani Olmo. Leipzig 2. golunu imza atır. Dani Olmo. Hakan Çalhanoğlu Inter. Brozovic. Oba Messi Inter. Arnautovic'den böyük səviyyələr gol atır. Barella. Inter 2 gol. Ronaldo Ake. Bəli. Bu hərəkət təhlidir. Yox, El Nasr da 2 atır burada gələn kimi. Heç bir dənə Inter Miami bidədir. Bir paket daha ataq. Yavaş-yavaş sonlandırmağa doğru gedirik. Üstümüz paketlərini. Və El Hilal'dan Junior Neymar. Dybala. Milan'dan Hernandez. Milan'ın ilk kartıdır bu. PSG. Donnarumma. Mbappe. PSG'ni 2'ye satdırırıq. Gölər gəlməz. Və Messi. Daha bir Messi. Mən Inter'imdə heç kim gəlmir deyə. Məncə bu Messi'ləri ancaq üstü qoyacam. Hakimi. Və Frenkie de Jong. Onun kartı səhv etməmişsə çıxmışdı. Bəli. Təkrara getdi. Bir paket daha atırıq. Bu pakete ara verim. Bir tane daha bayaq açdığımız kutunun seriyasından birini açaq və videonu yavaş-yavaş bitirək. UEFA Çempionlar Liqasından Atletik Klub Qarabağ qarşılaşmasına siz nə gözləyirsiniz? Həm hesab tərəfimizdə 2-1 Qarabağ var. Muhammed bu təkrardır. Aslar bir paket açdıq. Maalesef hamısı təkrardır. Of Martinez, Xabi Alonso olsun. 8 təkrar. Təş olmayaydı. 4 paket. 4-cü paketdən təkrar. 5-ci sonuncu paketimizi keçəcək artıq. 5 bölüm birdən hər bazar günü toplu kart açılımı gələcək artıq. Sonuncu paket. 8-ci dəqiqədə sonuncu paketimiz. Messi. Inter Miami hesabı 3'e satdırdı bax belə. Hakimi, Frenkie de Jong, Haaland, Guardiola, Ronaldo, Grimaldo. Bu arada Bayer Leverkusen ilk golunu imza atır. Bəli, Bayer Leverkusen də ilk golunu da burada imza atır. Bəlkə bir paket daha açaq sizlərə. Məncə də bir paket daha açaq. Gəlin bundan açaq. Riyad Mahrez. Bu kartlarla fərqi olaraq sadəcə olaraq çoxsunun altında böyle rəqəmlər özel bir kart çıxdı arkadaşlar. Riyad Mahrez, Messi, Alisson, Alexander Arnold'un kartına bakın. Mbappe. Bu ne lan? Neymar, Eriksen. Vay Neymar, Mbappe. Alisson'u ilk səfər tapdım ben bu kartlarda şəxsən. Oy, şey bir kartlar geldi ama. Şaka maka, bakın 3 kart efsane geldi. Videomuzu görebilirsiniz mi? Belə, özel kartlarımız artık bitti. Gəlin indi açdıqlarımızı təbii ki bunlardan yox, digərlərini göstərək. Geriyə qoyun hemen. Bunları hamısı təkrar edək dostlar. Təkrarını görəcəksiniz onsuz. Göstərəcəm. Bunları bir geriyə alın. Bu kartı da geriyə qoyaq. Gecə başlayaq göstərək. Dani Carvajal, David Alaba, Jude Bellingham, Mbappe, Real Madrid'də. Joshua Kimmich, Jamal Musiala. Manchester City'də Ake, Jack Grealish, Haaland. Olisen. Buradaki böyle kartlar var. Göstərək tez-tez.
video hal-hazırda bitəcək birazdan. Amma qəşəng kartlar çıxdı. Kim çıxsa həqiqətən əla kartlar gəldi. Yəni ki. Bunlara keçin. Video bitirir, ona görə belə tez-tez göstərirəm. Qaşqa. Buradan geldi. Sonra Barcelona serisi var. Üçlü Barcelona. Yani ayarlı kartlar geldi. Hakim zat geldi burada. Size göstereyim. Videomu sonladık. Sağ olun. Salamat kalın.